Peyğəmbər Salavatullahın Meyrac səfərini elmi və əqli necə sübut etmək olar? Allahın salamı olsun əziz izləyicilərimizə. Bəli, bu bəhslər var burada ki, Peyğəmbər məsələn ruhunla mı getmişdi, yoxsa məsələn cisminlə mi getmişdi? Bu cürlə burada bəhslər var. Əsasən bilirlər elə cismi belə bütöv getmişlər. Əzən nəyin ki, cismi qalır, ruhu. O da bəzi dualarda alimlər buyurublar ki, bəzi nüsxələr var ki, məsələn səhv yazıblar. Məsələn Allah Cəbrail əleyhissalam gəldi, Həzrət Buraq gəldi, o mələk Peyğəmbərimizi o aləmləri seyr eləmək üçün. Orada yazıblar ki, məsələn, ərəcə bəzi nüsxələr var, bi ruhihi, bəzi var ki, məsələn, bihi. Bunlar o bi ruhihi düz deyil ki, məsələn, ruhunu götürdü, apardı. Yox, bihi, Peyğəmbəri. Yəni, ruhla cismi bir yerdə bəli, getdi. Bu cürlə Meyraca gedibdi. Və Peyğəmbərin uzun bunun geniş bəhsləri var. Əlbəttə, indi açsaq çox geniş bəhslərə səbəb olacaq. Ona vaxt yoxdur. İnsan ruhu, xülasəsi buna qayıdır. İnsan ruhu o qədər qüdrət tapa bilir ki, bəli, öz cisminlə də belə Peyğəmbərimizin cismi də o qədər, yəni o ruhi qüdrətin sayəsində, mənəviyyatının sayəsində o qədər nuraniləşmişdi ki, Molla Sədran o qanunu var ki, maddə təcərrüd tapmaq, maddə mücərrətləşmək. Peyğəmbərin ruhunda o qədər qüdrət var idi ki, bunun üçün addi bir şey idi. Bəzi yerdə gördüm, yazmışlar ki, Peyğəmbərin hətta bəzi vaxt günəş düşəndə kölgəsi belə yerə düşməyib, məsələn. Kəramətlərindən, möcüzələrindən biri bu. Yəni, o ruha tabi, cisim ruha tabidir. Hər nə qədər ruhumuz desən, ruh olmasa cisim nədir? Heç nə. Hətta kafirdə də o cürdür da. Heç iman gətirməyən insanda da o cürdür. Əgər ruh bədəni tərk etsə, cisim özünə heç nə. Yəni, bütün qüdrəti, hətta bəzi şeyləri indi adi, məsələn, teyyülərz eləyirlər. Cisminlə bir yerdə, bir anda məsafəni gedir, tey edir. Bu heç təkcə iman əhlinə aid deyil ki, bəzi murtazlar deyilir. Yəni, qeyri-şəhəri yolla da insanda bu potensial var. Allah insanın ruhunda bu qüdrəti qoyubdur. Riyaziyyat çəkməklə, ruha işgəncə verməklə, əsafəzə verməklə, onlar, yəni murtazlar qeyri-şəhəri yolla da. Bizim riyaziyyatımız elə şəriətə əməl eləməkdir, gecə namazıdır, ibadətdir, mənəvi təharətdir. Diqqət edirsən, fundamental fərqdir. Bizdə təhsib-i nəfs, nəfsi təşkil eləməkdir. Onlarda təqviyyət-i nəfsdir, nəfsi gücləndirməkdir. İslamda nəfsi gücləndirmək deyil, nəfsi islah eləməkdir. Bu yolla o kəramətlər ələ gəlir. Amma murtazlarda nəfsi təqviyyət-i nəfsdir, təhsib-i nəfs deyil. Qeyri-şəhəri yolla da görürsən, yəni misal olaraq deyirəm ki, hətta iman əhli belə olmayan bəzən cismini götürür, bir saniyədə gedir o tərəfə, bu tərəfə. Yəni, bir saniyədə dünyanın başına getir, başına gəlir. Bu insanın ruhunda bu qabiliyyət var. Allahın təkvini qanunlarındandır. Diqqət edirsiniz. Peyğəmbər cisminlə Meyraca getmək heç bir müşkülü yoxdur. Hətta alimlər deyirlər ki, təəccüblü bir adam Peyğəmbərin nuraniyyətini bilsə, şəxsiyyətini tanısa, Meyraca getməyi təəccüblü deyil. Meyraca getməməyi təəccüblüdür ki, Peyğəmbər bu maddi aləmdə necə yaşayıb bu insanlarla. Bir adam əgər Peyğəmbəri tanıya və bu kafirləri tanıya və yaxud da ətrafında olan insanları tanıya ki, Peyğəmbər bunlarla bir yerdə yaşayıbdır. İnsan dəhşətə gəlir ki, Peyğəmbər necə bunlarla yaşayıbdır? Diqqət edin, bunlarla bir oturub bir süfrədə yemək yeyib, su içib, diqqət edirsiniz. Yəni, bu təəccüblidir. O qayıdır bizim Peyğəmbərə o ruhi kəmalatına, mərifətimizin olmamağına. Ki, bu özü geniş bir bəhs, gələ bir dəfə inşallah nəsib olsa, Peyğəmbərin ruhi kəmalatından söz açalım.